Allah Teala Rəd surəsinin 28-ci ayəsində buyurur: "Ellezine amanu tetma'innu qulubuhum bi zikrillah, əla bi zikrillahi tetma'innul qulub." O kəslər ki, iman gətiriblər, qəlbləri Allahın zikri ilə aram olar. Agah olun, qəlblər yalnız Allahı zikr etməklə aram olar. Zikr iki növdür: dil ilə deyilən zikir, qəlb ilə olunan zikir. Dil ilə deyilən zikir elhamdülillah, subhanallah, Allahu Ekber, la ilahe illallah. Bunlar hamısı dil ilə deyilən zikirlərdir. Mümkündür bir nəfər belə bir zikr edə, eyni zamanda da günah edə. Onun günah etməyinin səbəbi dediyi zikrə diqqəti olmamasıdır. Qəlbi olan zikirlər isə bu deyilən zikirlərin həqiqətini başa düşərək Allahı yad etməkdir. Qəlbi olan zikir, yəni insan Allahın nemətlərini daim xatırlayır, Allahın xofunu xatırlayır, Allahın elmini xatırlayır, Allahın qüdrətini xatırlayır, Allahın əffini xatırlayır.